Ürəyinizdə günəş olsun, sayğılı soydaşlarımız. Od işığı ideyası. Bununla bağlı hər hansı bir giriş vermək istəmirəm, çünki hər cür giriş, izah içində var. Bəşər xalqlarının ən qədim inancları sırasında bəlkə də tanrıçılıq dünya baxışı birinci yerdə gəlir. Bu dünya baxışa görə hər şey doğada baş verir. Hər şeyi doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə materializmlə heç də eynilik yaratmır. Bunu niyə vurğu edirəm bu cümləni? Çünki təbiətin, doğanın özündə məsələsi var. Materialistlər də deyir, hər şey materiyadır, materiyanın özündədir filan. Ancaq yenə burada izahı verilir, ona görə davam edirəm. Tanrıçılıqda doğada ilahi uyum olduğu vurğulanır. Başqa cür desək, doğa özü ilahi sayılır. Materializmdə isə hər şeyin əsasında materiya durur, ancaq burada heç bir ilahi uyum, qüdrət qəbul olunmur. Dedik, tanrıçılıqda doğanın özündə ilahi uyum olduğu qəbul olunur. Burada doğanın 4 ünsürü, torpaq, hava, su, od, yaranışın qaynağı sayılır. Bugün də xalqımız bu 4 ünsürü 4 çərşənbə adı ilə bayram edir. Günün farsça adlanması yanlışdır. Ancaq anlam dəyişmir. Bununla bağlı sonraki bölümdə aydınlaşdırıcı söz deyiləcək. Ancaq burada başlıca məsələ ünsürlərin anlamı ilə bağlıdır. Türklərdə yeddicənin, farsça həftənin 3-cü günü qutsal gün sayılıb. Bu da ilin axırına doğru hava ortamının, doğanın durumunun 4 ünsürün anlamına uyğun şəkildə dəyişilməsinə görə Xızırın ortaya çıxması söyləmləri ilə bağlıdır. Söyləmləri, yəni rəvayətlər. Yəhudilərdə qutsal gün 6-cı gün sayılıb, ərəblərdə 5-ci gün, farslarda 2-ci gün, ilaxır. Biz bu yazıda günlərin özəl seçilməsinin nədəninə yer ayırmayacağıq. İstəyimiz od işığı ideyasını anlatmaqdır. İndi baxışınızı önəmli bir məsələyə çəkək. Tanrıçılıq inamı bütün türk boylarında olduğu halda 4 çərşənbənin bayram edilməsi başlıca olaraq Azərbaycan türklərinə xasdır. Bizim düşüncəmizə görə bunun nədəni Xızırla bağlıdır. Söyləmlərdə deyilir. Xızır da ən çox yenə də Azərbaycan türklərinə bağlıdır. Söyləmlərdə deyilir. Tanrının hökmü ilə cansız hər yeri qara çürüntülərdən oluşan doğanın üzərinə qara buludlar çökür. Güclü yağış, sel başlayır. Göy gurulduyur, şimşək oynayır, yerə ildırım çaxır. İldırımın çaxdığı yerdən Xızır çıxır. Biraz keçir, yenidən şimşək oynayır, ildırım çaxır. Bu zaman ildırımın çaxdığı yerdən qanatlı göy at çıxır. At Xızıra doğru gəlir. Xızır geri çəkilmək istəyəndə qayıqdan səs ona deyir, atın belinə qalx. Xızır göy atın belinə qalxanda at qanad açıb uçur. Atın keçdiyi yerlərdə doğa cana gəlir. Hər yer yaşıllaşır. Boş çöllərin yerində ormanlar əmələ gəlir. Xızırın doğanı cana gətirdiyi gün 3-cü gün olduğuna görə xalqımız bu günü bayram edir. Söyləmlərdə deyildiyinə görə doğa 4-3-cü gündə şəklə düşür. Torpaq, hava, su, od. Bu 4 ünsürün hər birinin doğanın şəkillənməsinə etkisi 4-3-cü gündə başa çatıb. Buradan görünən odur. Yaranışda işıq məsələsinin həlledici çəkisi var. Ona görə işıq ideyası sonralarda inanc səviyyəsinə qaldırılmışdır. Baxın, burada özül ilgə prinsip, özül ilgə kimi görünən üçlüyün birliyi də baxışımızı çəkən başlıca ideyadır. Bu üçlük Tanrı, işıq, Xızır birliyinin anlamından oluşur. Yenə söyləmlərə baxaq. Deyilir, Tanrı işığı günəş yeri qızdırmağa başlayır,
Yerdən isti buxar qalxır, buxar bulud topalarına çevrilir, şimşək oynadır, ildırım çaxır. İldırımın çaxdığı yerdən Xızır çıxır. Deməli, Xızır Tanrı işığından əmələ gəlmişdir. Tanrının işığı doğanın özündədir, özüdür. Xızır da doğanın özündən yaranıb. Bu ideya sonralar bir çox baxışlarda dərin iz buraxmışdır. Araşdırılsa, Vedalarda 3 uqunum, Xristianlıqda üçlük, Rusca ona Troitsa deyirlər, gedib bu ideyanın etkisinə dayanar. Fəlsəfəyə 1000 il etki göstərən vəhdət-i vücud baxışı da bu ideyadan ciddi bəhrələnmişdir. Bu dediklərimizi faktlarla əsaslandırmaq da olar. Ancaq burada istək od işığı ideyasını anlatmaq olduğuna görə konunu genişləndirmirik. Biz dedik, tanrıçılıqdan gələn üçlük ideyası özündən sonraki baxışlarda iz buraxmışdır. Onlardan biri də zərdüştçülükdür. Zərdüştçülükdə od qutsal sayılıb. Məbədlərdə ocaq qalanıb, od qorunub. Bu gələnəklər çağımıza kimi davam edib. Güney Azərbaycanın bəzi bölgələrində indi də zərdüşt atəşgahları qorunur. Zərdüştün doğulması ilə bağlı da od ideyası önəmli yer tutur. Onun doğulması ilə bağlı dastanlar, söyləmlər yaranmışdır. Zərdüştün dünyaya gəlməsi söyləmlərdə belə vurğulanır. O gecə Zərdüşt doğulacaqdı. Əhərmən bütün devlərə hökm edən amansız devləri bir araya toplayıb Poruşaspın evinə göndərdi. Onlara doğulacaq uşağı öldürməyi tapşırdı. Ancaq Hürmüzdün xeyirxah əməlləri Zərdüştü dünyaya gətirəcək ananı qorudu. Onu Xvarna ilə, ailə odu ilə çevrələdi. Devlər evə yaxın gedə bilmədilər. Zərdüşt dünyaya gələndə Voxumana onun ağlına girir. Ona görə körpə nə ağlayır, nə də qışqırır. Tərsinə gülür. Hamı heyrət edir. Poruşasp deyir, bu olay göylə bağlı məsələdir. Oğlum güləndə ondan işıq çıxdığını gördüm. Yeri gəlmişkən bu xristianlıqda da vurğulanır. İsa'nın doğulması ilə bağlı. Məncə elə o da orada qaynaqlanır. Oradakılar bunun ardınca ikinci möcüzəni izləyirlər. Körpə dil açıb danışır. Biz bu mifologiyanı sonacan yazmağa gərək bilmirik. Ünlü bilim adamı Elməddin Əlibəyzadə özünün Azərbaycan ədəbiyyatı tarixində bu məsələlərə daha geniş yer ayırmışdır. Biz isə baxışları Zərdüştlə bağlı bəzi çalarların üzərində saxlamaq istəyirik. Baxın, mifologiyada deyilir, Hürmüz Zərdüştü doğacaq ananı ailə odu ilə qorudu. Bu olduqca önəmli məsələdir. Zərdüştçülükdə ailəyə çox yüksək dəyər verilir. Ailə qutsal sayılır. Ona od işıq anlamı verilir. Genel olaraq Türkün ailə canlılığı inanc səviyyəsində yaşadılmışdır. Türkdə ailə ən böyük dəyər, toxunulmaz ölçü sayılmışdır. Burada bir haşiyə çıxım. Türkün törələri olub, Göytürklərdə konkret çox güclü törələr olub. O törələrin hamısı bu ya başqa şəkildə bu dediklərimizə bağlıdır. Ailə məsələsi də orada öz dəyərini tapıb, öz necə deyərlər, hətta biçimini belə tapıb, təkcə elə məna məzmunca belə deyilməyib. Ədalət, xeyirxahlıq, vicdançılıq ailəyə bağlılığın görsənişi kimi yaşamda yer tutmuşdur. Ailəyə bağlılıq, abır, həya, böyük-kiçik yeri bilmək, ağsaqqala, ağbirçəyə sayğı kimi xarakterləri qoruyub saxlamışdır. Bu dediklərimizi Dədə Qorqud dastanlarında da aydın görürük. Qadına münasibət bütövlükdə ailənin ləyaqətini aydınlaşdırır. Başım baxdı, evim taxtı, göz açıban gördüyüm, könül verib sevdiyim. Xanımın bu deyilişində kişi qeyrəti, mərdliyi, qəhrəmanlığı yaşayır. Yalnız ər kişilərə, ailə sədaqətli oğullara belə övgülər deyilərdi. Döyüş meydanlarında aslan kimi nərildəyən igidlər xanımın yanında ipək kimi zərif, həssas, təvazökar olurlar. Asvatanın bu mənzərəni ifadə edən bir deyimi var. Türk ata minəndə Koroğlu, atdan düşəndə Füzuli olur.
Yeri gəlmişkən biz od işığı ideyasına Asif Atanın Azərbaycanımız, Azərbaycanlımız dəyər sistemini aydınlaşdırmaq yönündə yanaşırıq. Ona görə bir ideyadan o birinə tez-tez keçid eləyəcəyimiz qaçılmazdır. İndi Zərdüştün doğum mifologiyasına qayıdaraq orada başqa bir önəmli məsələyə aydınlıq gətirməyə çalışaq. Deyilir, Zərdüşt dünyaya gələndə Voxumana onun ağlına girir. Ona görə də o ağlamır, gülür. Güləndə ondan işıq çıxır. Baxın, türklərin əski inanclarında ruhun bir bədəndən başqa bədənə köçmə ideyası olmuşdur. Bu ideya sonraki çağlarda Hürrəmilərdə də olub, hürüflərdə də. Hürrəmlərə görə Şirvinin ruhu başçıya, qəhrəmana köçür. Ona görə də o, yönəticiliyində ədalətli, xeyirxah, döyüşkənliyində yenilməz olur. Şirvin qüdrət Allahının adıdır. Onun ruhu qəhrəmana köçdüyünə görə qəhrəmanın ağlı, mənəviyyatı işıqlı olur. Onun varlığında şər əmələ yer qalmır. Bu ideya tanrıçılıqdan qaynaqlanır. Anlamı dəyişmir. Gələnəklər gəlişir, inkişaf edir. Od işığı ideyasının anlamı Tanrı, doğa, insan birliyidir. Tanrı doğadadır, insandadır. Doğadan, insandan qıraqda Tanrı yoxdur. Hürrəmilərə görə Babəkin çağında Şirvinin ruhu Babəkə köçmüşdür. Onlar buna inanırdılar. Babək düşmən ordusunun üzərinə mən işimdə Şirvin gəzdirirəm deməklə yeriyirdi. Ona görə yenilmirdi. Babəkdə güc təkcə qolda deyildi, inamında idi. Başqa sözlə Babəkin gücü ruhsal anlam daşıyırdı. Babəkin inamı vardı. Bu inam Babəkdə yaşam sistemi yaratmışdı. Asif Ata yazır, əminliklə demək olar, Babəkin fəlsəfəsi vardı. Ərəblər onu yandırdılar. Babəkin yaşam nizamı, dövlət biçimi, yöneticilik yasaları vardı. Bu sistemin yazısı, fəlsəfəsi olmaya bilməzdi. İçimdə Şirvin gəzdirirəm, elə belə deyiliş deyildi. Burada vəhdət vücud fəlsəfəsi, ənəl-həq ideyası vardı. 10-cu yüzildə Hüseyn Mənsur Həllacın, 14-cü yüzildə hürüfələrin dediyi ənəl-həq ideyasına hürrəmlik baxışı böyük etki göstərmişdir. Asif Ata yazır, Babəkçilik ənəl-həqdən öncəki ənəl-həqliyimiz idi. Zərdüştçülükdə Voxumana anlamına qaynaqlarda rast gəlməmişik. Ancaq məntiqlə demək olar, Voxumana elə Hörmüzün işığı idi. Bu da Babəkə köçən Şirvinin ruhu anlamı ilə oxşarlıq doğurur. Türklər gücü, qüdrəti doğada axtarıblar, doğanın özünə bağlı olublar. Bu şuur, bu düşüncə 1000 illər Türk varlığından ayrılmayıb. Çağımızın özündə də bu belədir. Baxmayaraq, Ərəb-İslam baxışı Türk kimliyinə soxulmağa çalışdı. Ancaq bu deyilənləri onun varlığına axıra qədər çıxara bilmədi. Doğrudur, Ərəb-İslam dünya görüşü Türk düşüncəsinə çox ziyan vurdu. Ancaq dediyimiz kimi, nüvədə olanları tam sıradan çıxara bilmədi. Xalqımız indi də Novruz bayramını yaşadır. Od qalıyır, odun işıq anlamını bayram edir. Yeri gəlmişkən, bir sıra araşdırmacılar Novruz bayramını Türkün doğuluş, qurtuluş günü ilə bağlayır. Bu bayramı Ergenekon adlandırırlar. Olsun. İsa Mehdioğlu, el oğlum, dostum. İsa Mehdioğlu isə Novruz bayramının Xızır bayramı olduğunu vurğuluyor. Burada məntiq də dərindir. 4-3-cü gün, yəni çərşənbə, Xızır söyləmlərinə, rəvayətlərinə daha uyğundur. Hər il Xızır göy atı minib 4-3-cü gün doğaya yeni nəfəs, yeni can verir. Axırıncı 3-cü gün, yəni axırıncı çərşənbə, ilin ayın axır günü adlanır, həmin gün bayramlaşır. Hər 3-cü gündə ayrıca olaraq ölənlərdən ən yaxın olanların adına da tonqal qalanır. Bununla da onların xatirəsinə işıq salınır. Adları yaşamda, həyatda qalan varlıqları anılır. Onlar həyatdan bütöv getməklər. Nəsildə, genetik olaraq, irsi olaraq, mənəvi olaraq soyunda, nəslində, xalqda qalırlar. Bununla da onların xatirəsinə işıq salınır, adları yaşamda qalan varlıqları anılır. Ocaq qalamaq, onu aydınlaşdırmaq, düşüncələrdə yenidən aydınlaşdırmaq məzmunu mənası daşır.
İl axırla bağlı bayram günlərində Tanrı sevgililərə yuxuda buta verir. Bunu Xızır da verir deyirlər. Fərq eləməz. Buta Xızır vasitəsilə verir də deyə bilərik. Tanrı özü də verir, birbaşa verir, ya Xızır vasitəsilə verir. Önəmli deyil. Əsas məsələ odur ki, belə rəvayətlərdə bu cür vurğular var. Tanrı sevgililərə yuxuda buta verir. Buta haşalanmış alov dilinə deyilir. Bunu yeri gəlmişəm deyim. Ola bilər ki, yuxarıda, yox, aşağıda vurğu olunubdur, oxuyacağım. Elə belə yenə deyirəm, buta badə sözü ilə eyniləşdirilir. Bir çox şeirlərdə, planlarda belə yanlışa yol verir. Badə buta deyil. Dediyim kimi, buta haşalanmış alov dilinə deyilir, Tanrı işığı anlamı daşıyır. Dillərin hərəsi sevgililərin birini təmsil edir. Tanrı yuxuda onların taleyini bir-birinə bağlayır. Göründüyü kimi, bu da zərdüştlükdəki ailə işığı ideyasına uyğundur. Yəni, ailə Tanrının insanlara bağışladığı yaşam işığıdır. Bu işıqla o, şərdən qorunur, sevgisində bütünləşir, varlığını sürdürür. Şərdən necə qorunur? Bu işıqla o, işığın məzmununu, həqiqətin içində yaşatmaqla. İl axırda tonqal qalamanın başqa bir biçimi də var. İnsanlar tonqal qalayıb üstündən atlanırlar. Bu zaman onlar özlərində daşıdıqları şər düşüncəni, varlıqlarına ağırlıq gətirən paxıllığı, qarın qoluluğu, dediqoduçuluğu odla yandırıb külə döndərirlər. Xəstəlik qaynağı, ölüm qaynağı olan pisliklər odda yandırılanda insanlar yeni, işıqlı diləklərlə, yəni arzularla dolurlar. Alovun üstündən atlananda dilə gətirilən nəğmənin sözləri də bunu bir daha kanıtlayır, təsdiq edir. Al qırmızı, al alovum, sən əbədi qal alovum, qırmızılığını mənə ver, sarılığımı al alovum. İllər öncə bunu belə də oxuyurduq. Mən belə eşitmişəm öz köyümüzdə, kəndimizdə, belə də oxuyurdular. Ocağım alovlansın, alovum daim qalsın, ağırlığım, uğurluğum odda yanıb kül olsun. Elə buradaca bir faktı yada salmaq istərdik. Tarix üzrə bilim adamı Kərəm Məmmədli odun üstündən atlanmağı yada salıb bu ideyaya qınaqla yanaşır. Onun dediyinə görə türklər odu qutsal saymayıblar. İnsan bir şeyi qutsal sayırsa, ağırlığını necə onun üstünə tökə bilər? Belə vurğu edir. Görünən odur ki, Kərəm bəy ya bu məsələni ciddi öyrənməyib, ona görə də bu ideyaya hərfi anlamda yanaşır. Ya da İslam dünya görüşünün etkisi ilə dəyərlərimizə qarşı baş verir. Məsələ olduqca açıq qoyulur. Od şirk götürmür. Şirki yandırıb varlığı işıqlandırır. Tanrı işığı olan od insana kömək edir. Onun varlığına ağırlıq gətirən pislikləri yandırmaqla sağlamlığını, mənəvi arılığını bərpa edir. Bir haşiyə də çıxın, müsəlmanlar da deyir, Allah sən bu bəlanı məndən al. Belə bir ifadə işlədirlər də. O deməkdir ki, insan öz bəlasını Allaha yükləyir. O demək deyil. Ona görə odun üstündən atlanmaqda da ağırlığım, uğurluğum yansın, kül olsun, ağırlığım, uğurluğum odda yansın, oda geçsin. Bu qutsal saydığı, mənasını, məzmununu qutsal saydığı o da ağırlıq yükləmək anlamına gəlməz. Od hansı ağırlıq saxlayır ki, yandırır? Hansı şirki saxlayır ki, odun üstünə şirk edər, yandırıb kölə döndərir? Ona görə elə yanaşmağı yanlış sayırıq, doğru saymırıq. Bir ikinci, türklər odun işıq anlamını qutsal sayırlar. İndi qabaq aşağıda biz vurğu eləyəcəyik, zarafat deyil. Bu millət işıqdan yarandığını iddia edir. Tarix boyu belə deyir. Burada elmi əsas da var. İndi bu elmi əsas təkcə türklərə aid deyil ki, yəni günəş, yerdə bitənlər, fotosintez prosesi nəticəsində bədənin formalaşması, şəklə düşməsi filan növsi, həyatın sürdürülməsi. Sözcə, bu ümumi insanlarla bağlıdır. Ancaq türklər bunu özəl olaraq vurğu ediblər. Buna biraz da mifi baxışlar əlavə olunubdur. Biraz da özlərini işığa daha çox doğmalaşdırıb, bağlayıblar, ediblər. Onu işığı qutsal sayırlar. Burada da od işıq qaynağıdır. Odun özünə hərfi anlamda odun özünü Tanrı yerinə qoymayıblar ki, odun işıq anlamını ölçü götürürlər, qutsal sayırlar ki, od şirk götürmür, yandırır, işıqlandırır. İşıqlanır, hər şey ağılda, düşüncədə aydınlaşır.
çevrədə də aydınlaşır. Bu zərdüştlükdə də belədir. Qəhrəman insanın düşüncəsinə girəndə pis niyyətlər becərir. Əlinə qonanda pis əməllər yetirir. Üzünə qonanda təkəbbürə çevrilir. İnsan öz mahiyyətindən ayrılır. Özünə qarşı yaşayır. Hörmüz insan uğrunda döyüşür. İnsanın əlinə, əməlinə, düşüncəsinə, üzünə, əhrəmənin qonmasına yol vermir. Zərdüştlükdə arı düşüncə, yəni saf fars sözdür. Arı düşüncə, arı söz, arı əməl ideyası da buradan qaynaqlanır. Od işığı anlamı daşıyır. Biz dedik, ailə odu ideyasının etkisi Dədə Qorqud dönəminin yaşam sistemində də özünü göstərmişdir. Eyni halda insanların xəlqi birliyinin simgəsi kimi üç tonqal ideyası mövcud olmuş, anlamı çağımıza qədər gəlib çıxmışdır. Ucalıqlarda, dağ başında tonqal qalanardı. El-oba tonqalı görüncə bayram şənliyinin olduğundan soraq tutar, bir araya toplaşardılar. İkinci, üçüncü tonqalların da anlamı vardı. Əgər iki tonqal qalansaydı, el-oba yenə axışıb bir araya gələrdilər. İkinci tonqal yağı basqınlarından qorunmağın gərəkliyini bildirirdi. Üçüncü tonqal isə eli, obanı onlara özgün olan torpağı əkib becərməyə çağırar, özgür varlığını, yəni azad varlığını sürdürməyin sevincini sağlayardı. Tanrı, doğa, işıq, Xızır, belə də deyək. Xızır, işıq, doğan işıq, Xızır oldu. Xızır birliyi varlıq deməkdir. Bu üçü olmadan yaşam oluşmur. Oluşumun, varlığın anlamı xalqımızın yaşam nizamında ayrı-ayrı çalarlarla simgələşmişdir. Farsça rəmzləşmişdir. Dediyimiz kimi onlardan biri də Dədə Qorqudda od sevinci simgəsidir. Bu mənim tapıntımdır. Elə doğru sayıram özünü də. Yəni üç tonqal görən toplum yaşamaq üçün çalışmaya çağrıldığını duyur. Sevinir, ürək diləklərlə dolur, yəni arzularla dolur. Əməl başına tələsir. Od sevinci idi, söz birləşməsi anlayışı deyirəm ki, onu mən işlətmişəm burada. Ancaq mənası, məzmunu Dədə Qorqudda var. Dediyimiz kimi, əkib becərmək, həyat davam edir. Əkirsən, becərirsən, ailə dolanır, yaşayır, körpələr böyüdürsən, dünyaya gətirirsən, daxil ilaxır. Bunların hamısını yaşatmaq gərəkdir. Yaşatmaq üçün də əkib becərmək, əmək çəkmək gərəkdir. Yuxarıda vurğuladıq. Söyləmlərə görə Xızır ildırımın çaxmasından görünmüşdür. Yəni, üzə çıxmışdır. Üstündən 1000 illər keçir. Xalqın qan yaddaşında söyləmlərin etkisi yaşayıb sabaha gedir. Baxın, Koroğlu dastanlarının 1000 il öncə ilə bağlılığı necə özünü göstərir. Hər kəsə bəllidir. Koroğlunun atları qırat-dürat. Dəryadan çıxmış madyanlardır. Heç kim bu cansız madyanlarda Tanrı sirrinin, Tanrı hikmətinin olduğunu görür. Onlar adi atdan deyil, doğanın özündən yaranmışlardır. Uzaq görənliyi, sirləri anlaması ilə ahıllaşmış alı kişi madyanlarda Tanrı sirrinin olduğunu bilir. Ona görə oğluna tapşırır, 40 gün onların üzərinə işıq düşməməli, göz baxmamalıdır. Yetişmə çağına qədər sirlərini qorusan, Tanrının hikməti bu madyanlardakı fərqliliyi üzə çıxaracaqdır. Koroğlu dözmür. Bir gün qalmış atlara baxır. Əgər dözüm göstərsəydi, atın qanatları olacaqdı. Bu, əslində Xızırın qanatlanan göy atının anlamına doğma bir məsələdir. Anlamı belədir. İnsanların zəif iradəliliyi onları Tanrı hikmətindən uzaq salır. Koroğluda başqa bir çəkici, yəni cəzb edici, farsça cəzb edici, çəkici məsələ də var. Misri qılıncın ildırım parçasından yaranması ideyası. Günəş doğada Tanrı işığıdır. O yeri qızdırır, isti buxar əmələ gəlir. Buxar bulud olub yağışa çevrilir. Bulud topalarının axını toqquşması ilə şimşək oynayır. İldırım çaxır. 1000 il öncələr bilimin, yəni elmin, aydın məntiqi. Burada böyük elm var həm də.
İldırımın çaxdığı yerdən doğaya can verən, yenilik gətirən Xızırla göyə çıxır. Koroğluda da Madyanlar günəşin buxarlandırıb sellərlə dəriyə çevirdiyi yerdən çıxır. İldırım parçasından Misri qılınc hazırlanır. Madyanlar da Misri qılıncda doğanın gücündən yaranıb. Başqa sözlə, doğanın od işığından yaranıb. Koroğlu bu gücə dayandığı üçün yenilməz olur. Türkdə yenilməzlik ideyası Tanrı, doğa, insan birliyinə inamın ifadəsidir. Babəkin yenilməzliyi də bu inamdan qaynaqlanırdı. Biz dedik, məsələn, Çənlibeldə Koroğlu qoşa bulağın üstünə gəlir. Gün doğandan, gün batandan ulduzlar gəlib toqquşur. Onların işığı axır qoşa bulağın bulağa dolur. Bu zaman qoşa bulaq köpüklənir, aşır daşır. Koroğlu bundan işir, səsinə nərə gəlir. Ondan sonra səsinə avaz gəlir. Qoluna güc gəlir, yuyunur qoluna güc gəlir. Nərəsi filanı, onun səs nərəsindən qulaqlar batırmış filan imiş. Yəni belə rəvayət olunur, belə söylənilir. Demək, ona şairlik verilir, ondan sonra ona aşıqlıq verilir, ona qəhrəmanlıq filan. Hamısı hardan gəlir? Doğanın gücündən. Od işığı ideyası düşüncəmizdə, şuurumuzda, kəndliklərimizdə Tanrı, doğa, Türk birliyinə inamın ifadəsi olduğu üçün yaşamımızın bütün çalarlarında özünü göstərmişdir. Nağıllarımızı ciddi araşdırsaq, onlarda da od işığı ideyasının etkisinə rast gələ bilərik. Nağıllarımızda yaşam münasibəti zərdüştlük ideyalarına uyğun şəkildə izlənilir. Burada xeyirlə şərin döyüşü, davranışı aydın şəkildə Əhərmənlə Hürmüzün döyüşünün, münasibətinin ifadəsidir. İki dünya ideyası kimi qavranılan qaranlıq dünya ilə işıqlı dünya nağıllaşmış simgələrdir. Qaranlıq dünyanın sakinləri devlər, ifritələr, qara qüvvələrdir. İşıqlı dünyanın sakinləri qəhrəmanlar, onların yardımçıları, at, simurq kuşu, onqon ya da ağ sunqur. Adı sonradan simurq kuşu olmuşdur. İşıq saçan kəmər. Olayların ardıcıllığını vurğulamadan məsələnin fəlsəfi mahiyyətinə yönəlik bir neçə söz demək yerinə düşər. Burada iki dünya deyilişi əslində özünü doğrultmur. Dünyada iki cəhət, iki yan, iki tərəf yəni deyilsə daha doğru olar, doğrudur. Yəni dünyanın gedişində iki tərəfin, qaranlıq tərəfin, işıqlı tərəfin olması. Şərlə xeyrin döyüşü ideyasında da dediyimiz özünü doğrudur. Şər xeyirlə döyüşəndə başqa dünyadan gəlmir. Elə bu dünyanın özündə olur, özündə döyüşür. Şər insanın düşüncələrində, əməllərində oturuşmağa çalışır. Xeyir isə şəri məhv eləmək üçün döyüşür. Onu, yəni şəri öz dünyasına qonmaq üçün çalışmır. Şər insanların yaşamında mövcud olur. Ancaq insan bunu görmür, görmək istəmir. Nağıllarımız şərin münasibətlərdə olduğunu, davranışlarda yaşadığını öyrədir. Həqiqətin, xeyirxahlığın, ədalətin açarı, ölçüsü bəlli toplumda, yaşamın bəlli gedişlərində deyil. Toplumun yaşamında ədalətsizlik, həqiqətsizlik, xeyirsizlik hökm sürür. Şər həqiqətin, ədalətin, xeyrin yolunu kəsib. Şər insanın cılızlığı, xudbinliyi, tamahı, variyyətsevərliyi deməkdir. İnsan öz üzərində qələbə çalmasa, xeyrə, ədalətə, həqiqətə qovuşmaz. Nağıllarımız bunu belə aydınlaşdırır. Bir padşahın bağından almaları dev oğurluyur. Oğlanları növbə ilə devi pusurlar. İki oğlu bunları tənbəllik simgəsi saymaq olar. Yatdıqları üçün oğrunu görmürlər. Üçüncü oğul bunu da qəhrəmanlıq simgəsi sayaq. Əziyyətə qatlaşıb yatmır. Oğrunu tutur, döyüşür. Ancaq əlindən qaçırır. Dalınca getməli olur. Qardaşları da gizlənməyi özlərinə sığışdırmayıb onunla gedirlər. İz onları bir quyunun başına gətirir. Tənbəllik simgəsi olan qardaşlar quyunun dibinə düşə bilmirlər. Oxuyanlar bilir, bəlli, yandım deyə bağırmalar var orada. Yandım çək. Ancaq qəhrəman çətinlikləri yenib düşür. Yol onu böyük bir qəsrin qabağına aparır. Qəsr həqiqət yolunda qəhrəmanın qarşısına tikilən əngəldir mənasında. Bu
Əngəlin adı tamahdır, tənbəllikdir, qorxudur. Qəhrəman sınağa çəkilir. İçəri girəndə qarşısına bağ, bostan, gül, çiçək, çay, çəmən çıxır. Qəhrəman dayanmır, yoluna davam edir. Hər otağı açdıqca fərqli zənginliklər çıxır qarşısına. 39-cu otaq lap çəkici, yəni cəzb edici, aldadıcı olur. Qızıl, ləl, qiymətli bəzək əşyaları qəhrəmanı tutub saxlamağa çalışır. Qəhrəman dayanmır, 40-cı otağa keçir. 40-cı otaq qaranlıq bir zirzəmidir. Burada saçlarından asılmış gözəl bir qızdan başqa heç nə yoxdur. Qızı açıb yerə düşürəndə qara qüvvələr, devlər ona hücum çəkir. Devlər də döyüşüb yenir. Buradan çıxmaq üçün yardımına işıq anlamı daşıyan ağ sunqur, yəni sibur quşu gəlir. Onları qanatlarında işığa çıxarır. Qəhrəman gözəl qızla evlənir, soy artırır. Onun soyu işıqlılıq gələnəklərini davam edib yaşadır. Burada qurtarıcılıq, yəni xilaskarlıq işıq anlamı daşıyır. Nə baş verdi? Nə qədər ki, insan toplumun içində özü ilə üz-üzə qalmır, özündəki qaranlıq məqamları da görmür, Yəni, özü ilə üz-üzə qalmır deyə özündəki qaranlıq məqamları da görmür. Elə ki, çətinliklərin içində özü ilə üz-üzə qalır, həqiqəti, ədaləti, xeyri tanıyır, yaşamda dəyişikliklər edir. Öz yaşamında da. Qəhrəmanın quyuda gördükləri əslində toplumun öz yaşamında daşıdıqları idi. Ayrı bir şey deyil. Bunu biz sevgi dastanlarımızda da izləyirik. Tanrı pisliklərə bulaşmamış, arı duru gənclərə yuxusunda buta verir. Onu da demək yerinə düşər. Buta, burada vurğu eləmişəm, buta badə sözünün eyni deyil. Xalqımızın düşüncələrində yer alan buta qoşa alov dilləridir. Gənclərə badədə içki deyil, buta bağışlanır. Tanrı insanın ürəyinə işıq salır. İşıqlı ürək sevir, sevgili olur. Sevən ürəklərdə şərə, pisliyə yer qalmır. Aşıq eşqdən başqa heç nə haqqında düşünmür. Eşq insanı möminləşdirir. Sevdalı ürəklər həqiqətə, ədalətə, xeyrə inandırır başqalarını. Çünki od işığı əslində mənəviyyat işığı anlamındadır. Baxın, nağıllarımızdan niyə mən burada misal getirdim? Söz yox, bizim nağıllarımızın çox böyük önəmi var. Bugün nə yazıqlar ki, yeniyetmələr, gənclər nağıllarımızı oxumurlar, ondan uzaq düşüblər. Nağıllarımız hansı anlamı daşır? Söz yox, həyatın mənasını, gözəlliklərin mənasını fəlsəfi dildə uşaqlara, yeniyetmələrə deyə bilməzsən, o anlamaz onu. Onun ağlının gücü orada deyil. Ona görə onun ağlına, onun şuuruna, şuurunun altına mı deyək, bu cür nağıllarımızla həmin fəlsəfi hikmətləri yeridirlər, oturdurlar böyüklərimiz, gələnək yaradanlarımız. Dedi ki, çünki od işığı əslində mənəviyyat işığı anlamındadır. Asif Atanın mütləqə inam ideyası da anlamı baxımından həmin gələnəklərin yeni aşamaya qalxması, gerçəkçi bir səviyyədə insanlaşmanın inam səviyyəsinə qalxmasının təsdiq olunmasıdır. Asif Atanın baxışında mifik çalarlar davam eləməsə də, od, ocaq ideyası yenilənərək yaşadılır. Asif Ata işıqçıdır. Onun özü ilə döyüş ideyası mənəvi arılanma, insanlaşma, kamilləşmə yoludur. Mənəvi arılanma insan ruhunun dörd çalarında, yəni inamının, idrakının, mənəviyyatının, iradəsinin mütləq səviyyəyə yetməsində özünü göstərir. İnsan ruhunun dörd çalarının doğanın nizamındakı çalarlarla doğmalıq əmələ gətirdiyini də demək olar. Doğada dörd fəsil insan ruhunun halları kimidir. Asif Ata insan kamilliyini günəşə bənzədir. Günəş arıdır, oddur, çirk götürmür. İnsan çirkdən arınanda kamilləşir. Asif Atanın şəklinin günəş içində simgələşərək bayraqlaşması da od işığı ideyasından qaynaqlanır. Mütləqə inam ocağının dörd bayramının insanilik, xəlqilik, şərqilik, bəşərlik anlamı da mütləq doğa insan birliyinin ifadəsi kimi dərk oluna bilər. Hər bayram doğanın bir fəslində gerçəkləşdirilir. Asif Atanın gün sırası da doğanın halları ilə bağlıdır. Yeddicənin, yenə vurğu edirəm, həftənin, parça həftənin, günləri isə insanın hallarını ifadə edir. Burada da
mütləq doğa insan birliyi öz yerini, əksini tapır. Məsələn, aylar, günəş, çiçək, işıq, şölə, od, qürub, ata, xəzan, yağış, sərd, qar, köçəri. Doğanın halını, nizamını göstərir. Günlər, arzu, ümid, dözüm, mərhəm, qismət, murad, inam. İnsan hallarıdır. Burada bir haşiyə də çıxmaq istəyirəm. Asif Ata panteist deyil, tanrıçı deyil. Tanrıçılığın özəl nəyi varsa onu yeni aşamada, yeni məzmunda ifadə edir. Asif Ata mütləqçidir. Asif Ata zərdüştçü deyil, Asif Ata başqaçı deyil. Asif Atanın öz dünya görüşü var, mütləqə inam adında və Asif Ata mütləqçidir. Bununla bağlı biz yetərincə aydınlaşmalar, izahlar vermişik, yenə də verməkdə davam edirik. Burada isə mən mövzunu davam eləmək istəyirəm. Bayramlarda tonqal qalanır. Tonqal başında söz deyilir. Söhbət Asif Atanın bayramlarından gedir. Bunlardan birini şərqilik bayramı üstə mütləq təması örnək göstərmək olar. Necə deyir məsələn Asif Ata, necə yazıb? Bayramın sonunda bunu vurğu eləmək. Ruhaniyyət işığı, müqəddəslik işığı, inam işığı, idrak işığı, mənəviyyat işığı, iradə işığı, vəh işığı, vəcd işığı, şərq sənə çatmalıyam. Şərq doğru. Asif Atanın mütləqə inam dünya baxışı bütün anlamıyla işıqçılıq ideyasıdır. Od işığı, Odlar yurdu Azərbaycanın ruhsal mahiyyətidir. Onun dünənidir, gələcəyinin özülüdür. Od işığı ideyası ən çox Azərbaycançılıqda özünü göstərib. Bununla belə başqa türk toplumlarının yaşamında da bu ideya ciddi iz buraxmışdır. Çünki tanrıçılıq bütün türklərin ortaq inancı olmuşdur. Göy türklərin ölçüyə gəlməz, arılıqda, saflıqda tayı olmayan törələri olmuşdur. Ailəyə, qadına münasibət, ulu başçı, xaqana münasibət törələrdə özül səviyyə sayılırdı. Göy türklərə görə göy tanrı üzü idi. Tanrı üzü işıqlı olur. Yaşam bu işıqla nizam tapır. Türklərin ulu soyu da bu işıqdan törənmişdir. Eləcə də Köç dastanının anlamı, Uyğurların Köç dastanı var. Köç dastanının anlamı işıqçılıq, daha doğrusu tanrı işığı ideyasına bağlı idi. Dastanın mahiyyəti belədir. Uyğurların vətənində Hulina adlı dağ vardı. Burada Tuğla, Sirenga adlı iki şəlalə axardı. Bir gecə bu iki şəlalənin arasındakı ağacın üstünə göydən bir işıq indi. Sonra bu ağacın gövdəsi şişməyə başladı. İlahi işıq 9 ay, 10 gün ağacın üzərində dayandı. Ağacın gövdəsi yarıldı. Orada 5 uşaq göründü. Onlar böyüyərək xaqan oldular. Göründüyü kimi bir çox türk boyları öz yaranışlarını tanrı işığı ilə bağlayırlar. Bu da sonradan onların şuurunda oturuşmuş inamlarının özündə dayanmışdır. Yenə bir haşiyə çıxın. Deyir ki, 5 uşaq göründü. Onlar hər biri xaqan oldu. Xaqan nə demək? Xaqan harda olur? Yəni artdılar, doğdular, çoxaldılar, xalq toplum oldu, budun oldular. Xaqan budunun xaqanı olur. Yəni xalqın xaqanı olur. Öz-özünə xaqanı olur. Yəni onlar formalaşdılar, artdılar, çoxaldılar, budun oldular, ilaxır. Koroğluda da oxşar anlam bizə bəllidir. Bir də qayıdırıq ora. Dastanda deyilir, kənli bir qayasının üstündə iri gövdəli ağac vardı. Altında 2 bulaq axırdı. Bunun adı Qoşa bulağı idi. Bir dəfə gecə doğudan bir ulduz, batıdan da bir ulduz gəlib Qoşa bulağının üstündə toqquşurlar. Və bunu şifahi olaraq vurğu elədim. İndi yazıdan oxuyuram. Bu zaman Qoşa bulağa işıq seli axıb tökülür. Bulağın suyu köpüklənib daşır. Koroğlu bu köpükdən başına tökür, içir. Ona görə qolları, səsi güclü olur. Ozan olur, şair olur. Yenilməzlik sorağı hər yana yayılır. Bütün bu deyilənlər türk boylarının doğuya bağlılığını, ortaq inanclarının olmasını bir daha kanıtlayır, sübut edir. Onların hər birində işıqçılıq ideyasının etkisini, yəni təsirini aydınlaşdırır.
İndi isə tarixi dəyərlərimizi dananların anlamsız arqumentlərinə aydınlıq gətirik. Burada biz ayrı-ayrı faktlara dayansaq da, düşüncələrimizi daha çox məntiqin gücü ilə deməyə çalışacağıq. Çünki bəzi olayların tarixi faktları ziddiyyət doğura bilir. Ancaq istənilən bir olayın içsəl gəlişmə sürəci, daxili inkişaf qanunları bunu da deyək də, məntiqlə öz aydınlığını ortaya qoyur. Bununla belə, nədənsə işimizdən çıxan bir sıra düşünürlər, tariximizi dəyişdirən, dəyərlərimizə qarşı yalançı arqumentlər sərgiləyən qaynaqların etkisi ilə özünə yad, milli gəlişməyə tərs baxışlar ortaya qoyurlar. Bu baxışlar başlıca olaraq Zərdüştlüyə, Dədə Qorquda, Hürrəmliyə, Hürufiliyə, Koroğluya qarşı yönəlir. Adları çəkilən olaylar elə dəyərlərdir, heç bir xalq tarixdə onlara tay dəyərlər yarada bilməmişlər. Ancaq bizdən olan özünə yadlaşanlar öz balaca çıxarları üçün milli dəyərlərimizə qarşı dönüklük sərgiləyirlər. Burada həm İslam dünya baxışına bac verilir, həm də küresəlləşmənin dayaq ilgilərindən, yəni prinsiplərindən biri sayılan dəyərlərə yenidən baxılması tələbinə boyun əyirlər. Bu yanaşmalara aydınlıq gətirmək üçün birinci Zərdüştlükdən başlamaq olar. Zərdüştlün həm şəxsiyyəti, həm də dini dünya görüşü farslara özgün sayılır. Farslara aid sayılır. Çünki Əhəmənilərin hakimiyyəti dönəminə qədərki çağ araşdırılmır. Media dövlətinin yaradıcılarının kimliyi ilə bağlı dəqiqləşdirmələr aparılmadan bu dövləti də farslarınki sayırlar. Bu yanlışlar da sonraki düşüncələrə qaynaq olur. Ancaq faktlar bunun tərsini söylür. Zərdüştün Ölməzlərin məclisində sınaqdan keçməsi ilə bağlı yaranan söyləmlərdə adı keçən məsələlər çox önəmlidir. Zərdüştün ilk sınağı Hürmüzdün müdrik söz, müdrik əməl, müdrik düşüncə ayəsini təkrar edə-edə odun alovun arasından keçməsi olur. Od alov məsələsi tanışılıqdan gələn bir inamdır. Farslarda belə münasibət olmur. Zərdüştün sınaqlardan uğurlu çıxmasını söyləmlərdə belə vurulurlar. Onu od yandırmadı, öküz buğa qorudu, at qurtardı, qurt yemədi. Bu deyilişlər Türkün totemçilik anlayışları ilə bağlı məsələlərdir. Od, at, buğa, qurt, farslarda belə simgələr olmamışdır. Zərdüştlə bağlı bir sıra bilim adamlarının ilginç düşüncələri də var. Onlardan ikisini vurğulamaq yerinə düşər. Alman filosofu Hegel yazır. Asiyada ilahi işıq parladı. Bundan sonra dünyanın tarixi başlandı. İlk dəfə Zərdüştün tərənnüm etdiyi işıq, idrak ruh aləminə məxsusdur. İşıq, söhbət işıqdan gedir. Alman bilgəsi Höte, Zərdüşt ilkin olaraq dəyərli təbiət dinini gündəlik ayinə çevirmişdir. O burada təbiət dini deyəndə tanışlıq yüz almışdır. Baxın. Zərdüştlüyün mifologiyasında o özünü belə sunur. Mən ilk eğitimimi Xarranda, yəni Arranda, İlyas bəydən almışam. Bu cür məntiqi faktlar ortada ola-ola bəzi araşdırmaçı yazarlar Zərdüştlüyün Fars dünya görüşü olduğunda inad göstərirlər. Dediyimiz kimi, Əhəmənilərin medianı ələ keçirdikləri dönəmdən sonraki qaynaqlarda dayanıb qalırlar. Burada bəzi tarixi faktları xatırlatmaq yerinə düşər. Medianın ilk qurucusu banisi Deyok olmuşdur. Herodotun, Diyogenin bilgilərinə görə Deyok dövləti 6 tayfa ilə birlikdə yönetirdi. Bu tayfalardan biri Maqlar, Muğlar idi. Zərdüşt də Maqların əvvəlincisi idi. Dövlət yönetişiliyində olan tayfalar arası münasibət Zərdüştdən gələn yüksək əxlaqi dəyərlərə əsaslanırdı. Bu gələnək Deyokdan sonraki Fraurun, Kiaksarın, Astiaqın hakimiyyətlərində də davam edirdi. Yeri gəlmişdən Astiaq sözü asta ayaq anlamındadır. Söyləmlərə görə Astiaqın bir qızı vardı. Sonuncu hökmdar, Midiya hökmdarı Astiaqdır. Bir gecə yuxusunda görür, qızı o qədər sidik ifraz edib, bütün Asiyanı bürüyüb. Astiaq yuxu yozanları dinlədikdən sonra qızını Kambis adlı bir farsda ərə verir. Bundan sonra bir gecə yuxusunda görür,
qızının bətnindən üzüm tənəyə çıxıb bütün Asiyaya yayılır. Bilmirəm sonrasında indi ola bilər vurur eləmişəm. Burada bir məsələni də diqqətə çatdırın. Asyak nəyə görə qızını Kammis adlı bir farsa ərə verir? Çünki o dövrəndə hakimiyyət vərəsəlik baxımından ələ keçirilirdi, ələ götürülürdü. Vərəsəlik üsulu ilə Kammis fars olduğuna görə, varis olmadığına görə onu verir ki, yəni qızının əlinə keçməsin hakimiyyət. Yəni mağların əlində qalsın. Yenə yuxu yozanlardan soruşur. Onlar bildirirlər. Qızının oğlu onun yerində hökmdar olacaq. Asyak mağlara nə etmək gərəkdiyini gənəşir. Mağlar da bildirirlər. Biz səninlə eyni tayfayıq. İstəmirik hakimiyyət başqalarının əlinə keçsin. Deməli, Midiya hökmdarı Muğlardandır. Muğlar da əski türklərdir. Onların adı ilə bugün də bölgələrimizdə çox saylı yer adları var. Muğan, Muğanlı, Muhtala ilaxır. Ancaq Asyakın nəvəsi Kir üsyan qaldırıb Midiya dövlətini devirir. Hakimiyyəti ələ keçirir. Ondan sonra hakimiyyətə onun oğlu Kammis gəlir. Atasının adını oğluna qoyur. Hakimiyyət tam olaraq farsların əlinə keçir. Avesta kitabı da zəbt olunur. Fars dilinə çevrilərək yenidən yazılır. Kammisə qədər bu kitabın anlamı tanrıçılıqla, od işığı ideyası ilə bağlı olub. Ancaq Ktesi adlı fars kökənli bir araşdırmaçı 17 il Əhəməni hökmdarının sarayında çalışıb, onun yöneticiliyinə uyğun dəyişikliklər aparıb. Hökmdar ona ödül olaraq şəhər bağışlayıb. Bu şəhərin adı tarixdə Ktesifon adlanır. Türklərdə belə bir deyim var. Hər kəs 7 arxa dönəni tanımalıdır. Bu deyim ona görə ortaya çıxıb, heç kim 7 arxa dönəni ilə ailə qurmamalıdır. Qan qohumu ilə ailə qurmaq Avestada da yol verilmirdi. Ancaq Əhəmənilər Avestanı zəbt edəndən sonra bu qaydanı pozmuşdular. İngilis bilgəsi, alimi Mary Boyce öz araşdırmalarında yazır. Belə ilk nikah Kammisin 2 doğma bacısı ilə bağladığı kəbindir. Herodotun bilgilərinə görə Kammis bacılarından birinə vurulur. Onunla evlənmək istəyi ilə hökmranlığında olan hakimləri çağırır. Gəlinəklərə tərs olsa da onlardan soruşur. Elə bir yasa, qanun yoxdurmu? İstəyən adama bacısı ilə cinsi yaxınlığa yol versin. Hakimlər belə bir yasa tapmırlar. Ancaq ədalətə uyğundur deyə cavab verirlər. Onlar özlərindən yasa uydururlar. Fars hökmdarı nə istəsə ona yol verilir. Bununla da Kammis öncə böyük bacısı ilə, sonra da kiçik bacısı ilə evlənir. Sonradan bir sıra araşdırmaçılar yanlış olaraq Fars hökmdarlarının belə qırağa çıxmalarını Avestaya, Zərdüştiyə özgün saymışlar. Dəyərlərimizi özgələşdirmə xətti Dədə Qorquda yanaşmada da özünü göstərmişdir. Baxın, kitabın başlanğıcında Dədə Qorqud necə sunulur? Rəsul əleyhissalam zamanına yaqın Bayat boyundan Qorqud ata deyərlər, bir ər qopdu. Sonra Dədə Qorqudun dilindən yazılır. Allah Allah deməyincə işlər alınmaz. Qadir Tanrı verməyincə ər bayılmaz. Əzəldən yazılmasa qul başına qəza gəlməz. Buradakı ziddiyyətlər göstərir ki, kitab yazıya alınanda ciddi əl gəzdirilib. Uyğunlaşdırmalar aparılmışdır. Belə bir tarixi dəyəri İslamın yaranma tarixinin içinə almaq düşündürücüdür. Bir yerdə Allah sözü, bir yerdə Tanrı sözü işlətmək, eləcə də alın yazısına işarə vermək onu göstərir ki, Dədə Qorqud kitabındakı olaylar İslamı türklərə qəbul etdirəndən sonra baş vermişdir. Ancaq Dədə Qorqud boylarının heç birində İslam etkisi ilə yaşam sürəci görünmür. İçki məclisləri, qadının at belində ox atması, kişilərlə yarışması, İslamın yol vermədiyi davranışlar olub. Əski türklərdə alın yazısı, qul sözü olmazdı. Türk qul, quldar tanımayıb. Salur Qazanın evinin yağmalanması boyunda yenə İslama uyğun olmayan çalarlar qarşıya çıxır. Qazan xan köşünün dalınca gedərkən suya, qurda, köpəyə üst tutur. Köşünün səmtini onlardan sorar. Doğaya, doğadakılara üst tutmaq Türkün tanrıçılıq inamı ilə bağlı idi. Kitabın bu bölümündə yazılır. Qurd üzü mübarək olar.
Bu deyiliş əski türklərin totemçiliyi ilə bağlıdır. Ancaq elə həmin bölümdə Qazan xanın suya üst tutub kökünü soraqladığı yerdə Həsən ilə Hüseynin həsrəti su yazılır. Kitabı yazıya alarkən bu ziddiyyətləri gözdən qaçıranlar ya qərəzli olublar, ya da məsələyə başdan sona yanaşırlar. Bizə görə Dədə Qorqudun tarixi İslamdan 1000 illər öncədir. Dədə Qorqud adı isə Türkün yaşam sistemində təkrarlana bilər. 6-cı yüzildə Oğuz yaşam sistemini Dədə Qorqudluğun başlanğıc tarixi saymaq yanlışlıq doğurur. Dilimizdə olan anlayışların Dədə Qorqudla bağlı olduğu bəllidir. Yəni, hər şeyə ilk adı Dədə Qorqud qoyur. Bəs necə olur? Bizim dilimiz, anlayışlarımız 6-cı, 7-ci yüzildən başlayır. Bundan öncə biz olmamışıq. Yenə eyni sorundur. Məsələlərə bizə sunulan tarixin açısından yanaşılır. Heç kim ağıl işlədib əski çağların araşdırılmasına girişmir. Çətinlikləri anlamaq olar. Əski çağlardan bizə az faktlar gəlib çatmışdır. Ancaq ziddiyyətlər, fərqli məntiqlər doğurur axı. Məsələn, Dədə Qorqud adının özü çox ilginc bir anlam yaradır. Nədənsə Dədə Qorqud boylarındakı əski sözlərin etimologiyasına girirlər, ancaq Dədə Qorqud adının öz etimologiyasına demək olar rast gəlinmir. Bizə görə qor, od, işıq anlamında, Qud sözü isə mübarək, müqəddəs anlamı daşıyır. Qud sözünə sal artırması eləməklə qudsal, yəni müqəddəs sözü əmələ gəlmişdir. Bu açıdan yanaşanda Qorqud ata, müqəddəs, mübarək, od ata anlamına gəlir. Bu ad əski türklərdə tanışılığın bilicisi, öyrətisi kimi dərk oluna bilər. Əski türklərdə Peyğəmbər əvəzi atalıq ideyası olmuşdur. Bizə görə Şümer dastanı Bilqamız da həmin anlamı daşıyır. Bilqamız, bil qamsız söz birləşməsindən yaranır. Hər şeyi bilən anlamı daşıyır. Hər şeyi bilənə çağdaş dönəmdə Peyğəmbər deyilməsi də dediyimizə uyğun gəlir. Bizə görə atalıq, Dədə Qorqudluq ideyası Oğuz xandan qaynaqlanır. Qazi Bürhanəddin Bahadırın yazdığına görə Oğuz xanın 5000 yaşı vardır. Bəzi çağdaş araşdırmacı yazarların hürrəmiliyə yanaşmalarını da eyni motivlə qiymətləndirmək olar. Onlar məsələlərə ya qərəzli yanaşırlar, ya da özlərində güc tapıb dərin axtarışlara girmədən asan yol seçirlər. Hürrəmlərin böyük başçısı Babəki müsəlman sayanlar ziddiyyətli argumentlər uydururlar. Ruhun bir bədəndən başqa bədənə köçməsinə inanması, içində şirvin gəzdirməsi, buna görə də yenilməz olması, Babəkin öz inamının olmasını aydın göstərir. Bununla bağlı yuxarıda yazdığımız üçün təkrar etmirik. İslamın məntiqinə görə Babək Allah qarşısında təkəbbürlük göstərir. Ancaq Babəkə görə qürurlu, vüqarlı yaşamaq, davranmaq özünə inamın göstəricisidir. İçində Allah gəzdirəndən qul olmaz. Sayğılı oxucu, bizim bu yazımız ən çox məntiqi düşüncələrin sonucudur. Yuxarıda bilimsel argumentlər az olsa da həqiqət açıq görünür. Bu yazı ona görə yazıldı ki, ortada bizim dəyərlərimizi aşağılayıb özgələrə özgün eləmək sürəci, yəni prosesi var. Milli açıdan isə bu gedişə dirəniş yox kimidir. Bu yazı milli araşdırmacılara bir başlanğıc verərsə uğurumuzdur. Bugün dəyərlərimizə qarşı çıxanlar 1000 il bundan öncə geriliyə sürüklənənlərə səcdə qılır. Onların boyunduruğa girmələrini babalarımızın yolu deyə gözə sürtürlər. 1000 il bundan sonrakılar da belə geçsə, bugünkü geri düşüncəlilərimizin boyunduruğunu dədə-baba yolu sayacaqlar. Bugün dəyərlərimizə qarşı çıxanlar arı Türkiyəmizin bərpasına qarşı da çıxırlar. Sonuçta bizim soylarımız millət olmağın yolunu elə özgəlikdə, özgələşməkdə görəcəklər. Ötən yüzyılın başlanğıcında Bolşeviklərin yardımı ilə Quzey Azərbaycanda erməni dövləti yaratmaq istəyirdilər. Bəlli nədənlərdən bu baş tutmadı. Əgər baş tutsaydı, yəqin dilimizin yarısı da zorla erməniləşdiriləcəkdi. Bugün dilimizin doğmaca sözlərinə acıqla yanaşıb ərəbcəni, farsçanı savunanların varisləri yəqin dilimizə zorla yeridilmiş erməni sözlərini də beləcə savunacaqdılar.
işğalı sevənlərin, savunanların milliləşməsi heç zaman baş tutmaz. Burada mən erməni dövlət yaratmaq məsələsini dedim. Bütöv Azərbaycan torpağında erməni dövlət yaratmaq istədilər. O baş tutmadı. Mən onu vurğulayıram. Azərbaycanın torpaqlarının bir hissəsində yaratmaq baş tutdu. Biz millətləşmə yolu keçməliyik. Şüarlarda deyil, işdə. Bunun üçün özümləşməyə aparan yolu tanımalı, tapmalıyıq. Ölçü tələb bir olmalıdır. Bu işdə önərdiyimiz yol Türkün ruhaniyyət ocağı, Asif Atanın mütləqə inam dünya baxışıdır. Bu baxış xalqımızın min illiklər boyu axtarışlarının, özünə xas yaşantılarının sintezidir. Tarix boyu yaratdığımız dəyərləri içinə alıb, gələnəklərimizi yeni aşamalarda bərpa edir. Asif Atanın yaratdığı dünya baxışı qısqanmaq özünə yadlaşmaqdır. Özünə yadlaşmaya dur deməyin çağıdır. Yükümüzdən böyük fərəhimiz yoxdur. Atamız var olsun.